Bakacağıq. Bəli. Başlayaq. Açmış. Hı hı. Deməli, elektron cədvəl mövzusunu keçirik. Excel-ə. Elektron cədvəldə birinci bilməli olduğumuz ən sadə anlayış nədir bizim üçün? Elektron cədvəl haqqında xana anlayışı. Xana. Gəlin elektron cədvəlin quruluşuna baxaq biz. Excel səhifəsini görürsünüz uşaqlar. Bəli. Ha. Deməli, bizim Excelimiz görürsünüz sütunlardan ibarət olur. Hansısa ingilis əlifbasının hərfləri ilə düzülür sütunlar. Z-ə qədər gedir normalda. Z-dən sonra yenidən başlayır AA, AB, AC. Bu formada B-yə çatır BA, BC, sonra AAA. Yəni bu formada uzanıb gedə bilir. Yine uzunluğu da rəqəmlərlə nömrələnir. 1, 2, 3, 5 bu formada. Bunlar bilirsiniz ki, nədir? Sütunlardır. Görürsünüz. Nömrəli hissələr nədir? Sətirlər. 6-cı sətr məsələn. Sütunlarla sətirlərin kəsişdiyi hissələr xananın adları olur. Baxın, gəldik bura. Görürsünüz, bu sütun hansıdır? D sütunu. Neçənci sətirdir? 7-ci sətirdir. Bu xana olur hansı xana? D7 xanası. Görürsünüz, burada name box var? Burada D7 xanası var. Bizə buradakı menyu ehtiyac deyil, çünki orta məktəb proqramı sadə formada düşür. Əsasən işləmə prinsipini anlamanız bəs edir sizin üçün. Ancaq bəzi məsələn mübadilədir və sairədə Excel'in Word demək olar ki, eynidirlər. Ancaq bizim fərqli olaraq bilməli olduqlarımız nələrdir? Burada düstur yazılırsa, formula yazılırsa, mütləq bərabər işarəsi ilə başlamalıdır. Təki mən yazıram ki, bərabərdir. Bir saniyə. C1 üstə gəlsin. Nə olsun? Y8. Y8 xanası olsun. Olsun. Və hər iki xananın qiyməti yoxdur deyə görürsünüz 0 verir. Məsələn, C1-imizə verdik, tutalım ki, 8 qiymət verdik. Bizim düsturumuz nədir? Yadımızdan çıxdısa, baxın, burada yazanda formul hissəsində formula var deyilir bura. Göstərir ki, bu xananın düsturu nədir? C1 plus Y8-dir. Gedirik biz Y8-ə. Y8-ə də bir qiymət veririk, məsəl üçün 7. Artıq bizim qiymətimiz oldu nə? C1 və Y8-in cəmi bu formada oldu düsturumuz. Deməli, mütləq formada bərabər işarəsi ilə başlamalıyıq. Başqa halda bizim düsturumuz doğru olmayacaq, işləməyəcək, false qərar verəcək. Yəni, məsəl üçün, biz yazsaq ki, B6 üstə gəlinsin, nə bilim, U7. Bunu artıq bu gördünüz, düstur kimi götürmədi. Nə B6 xanasını işarələmədi, nə U7-ni. Bu, bunu hansısa bir söz kimi. Yəni, belə deyək də, Python'da necə var bizdə? STR var, bir də int tipi var da, ədəd var, bir də sətir forması var. Bunu
int STR kimi edəndə onu rəqəm kimi necə ki görmür. Burada da bərabər yazmadığımız halda bu bunu bir formul, düstur kimi görmür Excel, tanımır. Bundan əlavə Exceldə işçi səhifələr olur. Gördüyünüz baxın, sheet 1 görürsüz. Bu işçi səhifələrdən əlavə edərək yenisin. Niyə olmadı? Normalda yeni səhifə gəlir. Hə, gəldi. İstədiyimiz qədər yeni səhifə artıra bilirik. Məsəl üçün, bir mühasibdə işləyir. Yanvar ayındakı tabeli, məsəl üçün, maaş cədvəlin sheet 1-ə qoyur, fevralı sheet 2-yə qoyur, martı sheet 3-də yazır, 3-cü vərəqdə yazır və beləliklə asanlıqla bir Excel-ə girərək bütün maaşları eyni faylın içində saxlaya bilir, rahat erişə bilir onlara, istifadə edə bilir və s. İndi bizim bilməli olduğumuz nədir xanalarda? Yazaraq etsəm daha rahat olacaq. Deməli, xana anlayışı biz bildik ki, xana nə deməkdir? Biz düzdürmü? Deməli, xana nə oldu? Sətr sütunun kəsişməsində adlandı. Xana adları 3 formada ola bilər. Buna ünvan kimi də deyilir. Xananın ünvanı. Mütləq ünvan ola bilir şagirdlər. Mütləq ünvan. Nisbi ünvan ola bilər. Bir də qarışıq ünvan. Mütləq deyəndə, bəyanət nə başa düşürsən? Mütləq deyəndə nə başa düşülür? Vacibdir ki, yəni olsun da o. Bəli, məsəl üçün, valideynin səndir ki, mütləq bu dərmanı atmalısan və yaxud da hansısa Yəni bir vaciblik bildirir. Yəni bu mütləq də bunu dəyişdirə bilmərsən. Mütləq olunmalı bir şeydir, düzdürmü? Yaxşı, nisbi deyəndə Aytaç nə başa düşürsən nisbi dedikdə? Ola da bilər, olmaya da bilər. Nisbi yanaşırsan da məsələyə, tam dəqiqliklə yanaşmırsan, düzdürmü? Dəyişə bilər yəni. Deməli, indi baxaq, bizim mütləq ünvanımız nədir? Birincisi, mütləqlik işarəsi ilə başlayaq. Dollar işarəsi mütləqlik işarəsidir. Dollar işarəsi bizdə oldu mütləqlik işarəsi. Məsəl üçün, bizim xanamız belə verilib. A7 xanası. Məsələn, dollar A, dollar 7. Deməli, bu xanada bizim həm sütunumuz, həm də sətrimiz sabitlənibdir. Mütləqlənib, yəni dəyişə bilməz. Düstur, formula dəyişsə də, həmin düsturun içindəki A7 xanası dəyişməz olacaq. Birazdan daha ətraflı izah edəcəm. Biləsiniz hansı halda necə dəyişir. Bunun yazılışı uşaqlar belə ola bilməz. Məsəl üçün, dollar A7 dollar. Belə ola bilməz qətiyyən, yanlışdır. Və yaxud da dollar A dollar 7 dollar. Belə də ola bilməz. Yəni bu formada yazılmalıdır. Sütunun önündə yazılmalıdır, bir də sətrin önündə yazılmalıdır. Sütun, sətr. Hansı mütləqdirsə, onun qarşısına dollar işarəsi qoyulmalıdır, önünə. Nisbi ünvan necədir? Sadəcə A7. Yəni, burada nə bizim sütunumuz, nə də sətrimiz mütləqləşməyibdir. Dəyişə bilər, dəyişmə açıqdır. Formula tətbiq ediləndə, düstur tətbiq ediləndə dəyişəcək. Qarışıq ünvansa necədir? Qarışıq deyiləndə isə mütləqlə nisbinin qarışıq halını fikirləşin. Yəni, məsəl üçün, belə. Ya dollar A7 olacaq. Yəni, sütunumuz mütləq, sətrimiz nisbi. Ya da belə olacaq. A dollar 7. Yəni, sütunumuz nisbi, sətrimiz mütləq olacaq. İndi görək bu nisbi deyirik, mütləq deyirik. Bu bizim üçün hansı halda lazımlıdır? Niyə bura gəlib çıxıb? Nəysə, yazaq. Deyirik ki, məsəl üçün,
Mhm. Bir düstur yazırıq. Məsələn, deyirəm ki, D1 xanasında olan yeddi formulu Y3 xanasına köçürülmüşdür. Y3 xanasında hansı düstur yazılacaq? O zaman biz nə edirik? D1 xanasını yazırıq. Altından da bu hansı xanadır? Hardan? From. To. Haraya? Y3 xanasına köçəcək. D'dən Y'yə neçə hərf var ingilis əlifbasında? A, B, C, D, E. Sadəcə bir hərf var, düzdürmü? Yazırıq plus 1. 1-dən 3-ə necədir? Plus 2-dir. İndi bu plus 1-i, plus 2-ni biz tətbiq edəcəyik. Deməli, bizim sütunlarımız 1 vahid artacaq. Sətirlərimiz 2 vahid artacaq. Düsturumuza baxırıq. Burada Y2-dirsə, Y-dən bir sonraki plus 1 nə olacaq? F. 2-dən plus 2 nə olacaq? 4. Üstə gəlsin. F-dən bir hərf sonrası G. 6-dan 2 sətir sonrası 8. Uşaqlar, unutmayaq ki, bu yalnızca xana adlarına aid bir prosedurdur. Bunun ədədlərlə heç bir əlaqəsi yoxdur. Xana adlarımız dəyişəcək. Ona görə də vur 3, üstə gəl 7 olduğu kimi qalacaq. Bizim nisbi ünvan üçün tətbiqimiz idi. Nisbi ünvan. Eyni şeyi gəlin mütləq ünvan üçün edək. Nisbi ünvan üçün etdik. İndi mütləq ünvan üçün edək. Dedik ki, A3 xanasından uzun yazmıram. Gedir C7 xanasına. Düzdür. Düsturumuz da belədir. B2 dollar B2 üzərinə gəlinsin. Olsun, nə bilim. C4. Üstə gəlinsin. 18. Məsəl üçün belə bir formül var. İndi baxaq. Bizdə A3 xanasından C7-yə hansı formatda getdi? A-dan C-yə. Sübhan neçə hərf var? Necə A'dan yazacaq? C'ye 2 dənə getdi. Aha, 3'ten de 7'ye 4 vaat getdi. bəli, 4 Yani vahid burada getdi. bir dolar, bir dolar 2 dəyişməyəcək də məncə. Olduğu kimi Bəli, qalacaq. bəli. Bax, dollar B, dollar Dolar 2 2 mütləqdir. olduğu C4 kimi necə qalacaq. dəyişər? Demək 2 xana gedəcəksə Y olacaq. Aha, C, o birisi də 4 xana 8. Üstə gələk 18. Belə düşün. 18. Bu formada dəyişəcək. Gördünüz, mütləq olan dəyişmədir, nisbi olan dəyişdi. İndi gəlin bir dənə də qarışıq ünvana baxaq. Yenə yazaq ki, tutalım ki, B3-dən gedibdi D1-ə. Dəfə azaldaq gəlir. D1 xanasına gedib. B3-dən D1 xanasına gedib, düstur da beləymiş.
Belə bir düsturumuz var. Çingiz. Bilmirəm, Çingiz burada da dəqiq. Çingiz buradasan? Bəli, mən. Necəsən Çingiz? Yaxşıyam, sizə tərs. Yaxşı olasan. B3-dən D1-ə necə gedərik Çingiz? Hı? B-dən D-yə necə gedərik Çingiz? Dollar ad Yox, qalır. hələ bu hissəsini deyirəm, bu qismi aydınlaşdıraq sonra. B-dən D-yə necə gedir? Ha, 2-dən gedir. Ha, plus 2, bəs 3-dən 1-ə? Bir də hansı alır? Aha, minus 2. Hı -hı. İndi baxaq. Dollar A9 necə yazarıq? Olduğu kimi qalar. Yox. Bu artıq qarışıq ünvandır. Qarışıq Yox, ünvan. A olduğu kimi qalar, onu deyirəm. 9 Hə, dəyişir. dollar A nə yazım? 7. Aha, sonra nə yazım? E olur. Bədən sonrası C. 11 də olduğu kimi qalar. Yox, Bəli. 7-dən. Bəli, gördüyünüz kimi qarışıq ünvanda da önündə dollar işarəsi olanlar dəyişməyəcək, dollar işarəsi olmayanlar dəyişəcək. Çox bəsit bir qaydadır uşaqlar. Burada bir qeyri-adi bir şey yoxdur. Bundan əlavə Excel-də vurma elə vurmadır. Python-dakı kimidir. Bölmə bölmədir. Nisbət yəni. Sonra sum var. ABS var. Python-dakı bu modul olacaq. Sum da cəm olacaq. İndi suma bir dənə baxaq. Onu da yadımıza salaq və ya öyrənək. Uşaqlar, diapazon deyiləndə nə deyilir? Bunu birinci anlamalıyıq. Diapazon nədir? Məsəl üçün, əgər sizə verilsə ki, tutam ki, sum A2 B7 belə bir yazı verilib. Bu o deməkdir ki, A2 üstə gəlinsin B7-nin cəmi. Nöqtə vergülə görədir. Yox, sizə deyilsə ki, sum A2 2 nöqtə B7. Bu zaman sizdən istəyəcək ki, A2 B7 diapazonunun cəmi. Diapazonundakı xanaları cəmi. Baxaq görək o xanaların cəmi necə olur. Biz dedik ki, gəlin Excel-lə baxaq. A2 nə dedim mən sizə uşaqlar? A2 B7 dedim. B7. A2 B7 çox yaxındır. Qoy biraz A2 Y7 deyim məsəl üçün. A2 Y7 olsun. A2 ilə Y7 arasında fikirləşin ki, bir diapazon çəkirəm. Gördünüz diapazonu. Bu diapazonun əhatə elədiyi hissədəki bütün xanalar A2 Y7 diapazonuna aiddir. Buradakı bütün xanaların cəmini istəyəcək belə onda. Başa düşdünüz? O aradakı, yəni A2, A3, A4, A5, A6, A7 bu formada. Bu xanalar, bu xanalar, bu xanalar, bu xanalar, bu xanalar hamısının cəmi istəyəcək. Və yaxud da ola bilər daha sadə bir şey deyərsə. Məsəl üçün H2 tamam ki H8 dedi. Yəni onun əhatəsində olan o iki əhatədəki bu xanaların hamısının cəmini istəyəcək. Məsəl üçün B10 D10 dedi. B10 harada başlayır? Burada. D10 haradadır? Burada. Xət haradır? Gördünüz. Bu diapazon dedik. Buradakı 3 xananı istəyəcək. Ha, ola bilər ki, məsəl üçün A12 deyər. Bir də deyər ki, C13. C13 haradadır? Burada. Gördünüz. Yəni bu əhatəni istəyəcək. Başa düşdünüz nə demək istədiyimi?
Yəni belə deyim sizə. İndi məsəl üçün J2 belə eləyək. K6. Bu diapazondakı xanalar bunlar hamısıdır. Belə də göstərim hər ehtimal. Və yaxud da I9, I17, 18 diapazon istəyir. Bu əhatə. Belə istəyəcək bizdən. Gəlin məsələlərə baxaq. Məsələlərə baxanda daha yaxşı başa düşəcəksiniz ki, mən nə deyirəm sizə. Python-u gələn dərs də keçəcəyik. Gələn dərs diaqramları keçəcəyik. Sizin birdən istəmədim verim sizə. Siz yazacağımız rahat mövzudur. Qəbula adətən 2 dənə düşür Excel-dən. 2 Excel sualı düşür çox vaxt. Rahatlıqla yaza biləcəyiniz suallardır. Başlayaq. Birinci, başlayaq Çingizlə. Çingiz deyir ki, elektron cədvəldə düsturlardan hansılar doğru yazılmışdır? Hansılar doğru yazılıb? Birinci düsturda səhv görürsən, Çingiz? Çingiz buradasan. Bir də Birinci səhv vardı. Hardadır səhv birdə? Nə yapalım? Birdə səhv yoxdur. Bərabərlə başlayıb xana adlarda normal yazılıb. A3, D2, A2 kimi. Hayır, səs. 2-də bəs. 2-də 2-də səhvlik var. Çünki Evet. bərabərlə başlamalıdır. A3 ilə başlayıb. 3-də. var. Aha. Səhv var. Düzdür. 4-də bəs. Var. Nədir səhv? D boşdur. Bəli. D-nin sətri yazılmayıb. En Aha. yan 5-də. boşdur. Necə? Səhv var. A-nın yan boşdur. Bəli. A-nın yan 6-da. boşdur. 6-da bəs. Yoxdur, düzdür. Düzdür 6. Bəli. 1-6. İkinci sual. Lənət bax. Və elektron cədvəldə hansı düsturun köməyi ilə A7 xanasının qiymətinin B3 xanasının qiymətinə nisbətini hesablamaq olar. Biz dedik nisbət qrup işarəsidir. Deməli olacaq C bəndi. Bərabər A7 bölü B3. Üçüncü sual. Sübhan bax. Bəli, burada deyir ki, A3 xanasında düstur budursa C7 xanasına köçürəndə nə olacaq? A3-dən C7-yə gedəndə A-dan C-yə 2 vaid. Yəni sütunlarımız 2 hərf artacaq, belə deyim. 3-dən də 7-yə 4 vaid. Aha, demək B olacaq D, 4 olacaq 8. Çünki bunlar nisbi olduğu Bəli. üçün hər ikisi dəyişir. Üstə gələk. C olacaq demək D, Y9, Y9. Vurulsun 2, çıxılsın 4. Bu da Y bəndindədir, səhv etmirəmsə. Bəli, Y bəndi. Y9 bəli. Dördüncü sual. Aytaç buyur. 4-də deyir A3 xanasındakı düsturu C8 xanasına köçürsək hansı düstur yazılmış olar? A-dan C-yə 2 vahid artır, 3-dən 8-ə 5. B 2 vahid artsa D olacaq, 4 qalacaq, C qalacaq, 5 vahid artsa 10 olacaq, vur 2 çıx 4, D variantı olacaq. Vur 2 çıx 4. Düzdür. Beşinci sual. Çingiz. Elektron cədvəldə qarşılığı olan hansıdır Çingiz? C. Bəli. 6. Lənət. Elektron cədvəldə B3 xanasında olan bərabər C dollar 2 üstə dollar D3 plus 2 düsturunu B3 xanası köçürən zaman hansı düstur alınacaq? Burada C dollar 2 olduğu kimi qalacaq. Ha. Nə deyir burada? Cədvəldə B3 xanası. Hə, deməli bu B3 xanasındadır. B2 xanasına köçürəndə
dollar D3, yəni nisbi ünvan idi da bu. Nisbi ünvan dəyişəcək Yox, D2 dollar olacaq. D3 qarışıq Hə, ünvandır. qarışıq. Hə, çatdı. Ha, Hə, o dəyişəcək, olacaq dollar D2, yəni A bəndi. bəli, Digər burada dollar. usta B dəyişmir deyə C-ni dəyişdirmirik. 2 də mütləqdir. D də mütləqdir onsuz da. Bir dənə burada bu 2 olur. Vəssalam. Hə. 7. Sübhan. Elektron cədvəlin bir sətrindəki xanadan digər sətirdəki xanaya köçürən zaman hansı istinadda sətr nömrəsi dəyişməyəcək? Sətr ikincidir, birinci sütunda hərf olan. Rəqəm anda sətirdir. Sətrin qabağında dollar kəlməsi olmalıdır, o da D bəndindədir bir dənə. Düzdür. Sıra kimdədir? Məndədir. Buyur Aytaç. 8-ə deyir elektron cədvəldə B4, B5, C4, C5 xanalarına uyğun olaraq 1, 3, 4, 2 qiymətləri, Y9 xanasına isə düstur daxil edilmişdir. Y9 xanasındakı düsturun nəticəsini müəyyən edin və B4-dən C5-ə qədər olan qiymətlərin cəmini tapacaq. Aha. 10 olacaq. Üstünə də 3 gələcək, 13 olacaq. Bəli, bu xanaların qiymətləri onsuz da müvafiq olaraq verilibdir. Hamısı bu hissədə. Burada da sum B3, C5 diapazon istəyir deyə bunlar olacaq o diapazonda. Cəmi 10, üstünə də 3 gəlir, 13. 9. Çingizəydi sıra. Çingiz. Çingiz. Tamam baxım onu. 15 Hansı xananı istəyir? B2 A variantı. Niyə adı? Biraz açıqlamada ver, həllidədir. 1-dən 3-ə kimi cəmləri 13 Bunların elədi. cəmi, bəli. Sonra 6, 1, 3 cəmi, onu da 5-ə bölürəm, 2 eləyir. Bu da 2 elədi, bəli. 13-lə də 2, 15. Düzdür. 10-cu sual. Dəyanət. Demək, burada deyib B2 xanasının qiymətini müəyyən edin. Birinci C1 üstə C3 bölünsün 5, C1 6-dır, C3 3-dür, 6 ilə 3 9, 9 5-ə böləndə 1 18. Sonra 1 18 üstə A1 gəlməli, A1 3-dür. Bəli. 3 üstə 1 18. 4 18 Y bəndi. Bəli, düzdür. 11. Buyurun. 11-də demək müəllim burada deyir ki, elektron cədvəldə hansı düstur doğru yazılmışdır? Düsturu yazmaq üçün gərək qabağında bərabərdir işarəsi ola. A bəndi, C bəndi, D bəndi səhvdir. Y bəndi də ona görə səhvdir ki, orada 6D yox, D6 olmalıdır. Çünki birinci sütun adı gələn sütunda hərflə yazılmalıdır. Cavab B bəndi. Mən sizə bundan bağlı bir dənə xırda nüans deyim uşaqlar. Məsələ nədir? Əslində 6D kimi yazmaq olur. Yəni nəyə görə olur? Yəni əgər ayarları ayarlayırsınızsa, yəni istəyirsinizsə, burada elə bil ki, burada rəqəmlər dayanır. Bu hissədə sətirlər dayanır. Yəni bunu düzəltmək mümkündür, etmək mümkündür, dəyişə bilirsiniz. Fail hissəsindən mən bilən faildən dəyişir. Fail hissəsindən mən bildiyim qədər dəyişmək olurdu bunu. Bu belə, bu öz yerində. Amma əgər elə bir yazılış yazsaydı, artıq bunu belə yazardı da. Məsəl üçün 4B üstə gəlsin 6D. Yəni bir Excel-də əgər belə yazırsa, hamısını belə yazmalıdır. Başa düşürsünüz nə demək istədiyimi? Yəni biri belə, biri belə ola bilməz də düsturun. İkisi də belə olmalıdır. Yəni belə bir yazılış yanlış deyil əslində, ola bilər. Ancaq ki, düsturda tətbiq olunubsa, hər ikisi olmalıdır. Burada bir səhv odur, ikinci səhv də odur ki, dollar 4-dən sonra gəlir. Burada görürsünüz, D-dən sonra gəlir. İkinci səhv də burada odur. 12. Kimdəydi sıra? 12-də deyir B2 xanasına yazılıb, D5-ə köçürülür. 2 vahid hərf artacaq. A-dan S-yə gələcək. Rəqəmdə 2-dən 5-ə 3 vahid olacaq. S 6 olacaq. Y 8 olacaq. D variantı. D6, Y8. Düzdür. 13. Çingizdəydi sıra. Çingiz.
B variantı. B1 A2 xanasına yazılmış B1 D5 C6-ya köçürülərsə nə dedin? Bakı. B B, variantı. B, 4 düzdür. F, aha 5 düzdür. 14. Demək, elektron cədvəldə B2 xanasına yazılmış dollar A, dollar üst üstə C4 düsturu D7 xanası köçürür. B2 D7 arasında B ilə D-nin arasında 2 dənə fərq var. 2 7 arasında 5 dənə. Deməli, birincidə dəyməyəcəyik, o dollar A, dollar üstü olan sabit qalacaq o. İkincidə C4 hərf dəyişəcək 2 dənə, çünki B ilə D-nin arasında 2 fərq var idi. Olacaq D, Y. Y olacaq C. Sonra 4-də 5 var idi, artacaq 9. Y9 A bəndə. Düzdür. Aha 15. 15. Burada deyir ki, A2-dən C7-yə köçürdəndə demək sütun 2 var da artar, 2 hərf. Sətirdə 5 vahid. Demək A olacaq C, dollar 3 olduğu kimi qalın. Üstə gələk. B olacaq demək 2 vahid D, 5-dəki 10 olacaq. Cavab D bəndi. Düzdür. 16. Notda deməm Excel proqramı ilə bağlı yanlış fikir müəyyən edin. Burada Y variantı olacaq. Mütləq istinada nümunə olaraq göstərmə. Burada dollar işarəli hərflə rəqəmin qarşısında olmalıydı. Düzdür. Düzdür. Bəs burada belə bir xanada ola bilər qızım? Ola bilərmi? Bəli, ola bilər. Bayaq dedimi, A-dan Z-yə gəlib bitəndən sonra A-lar başlayır. Onlar bitəndən sonra A-B-lər başlayır. Yəni ola bilər, doğrudur. 17. Kimdədir sıra? Çingizdə. Çingiz. Ay Çingiz. Tamam, baxın. 5, 5, 6. Çingizə 30 saniyəlik arada, nə bilim, sənə sıra gəlinə qədər iqra oynayırsan. Yo, mənim 17-ci sual görsənmirdi ki. Biraz geç cavab verirsən, biraz şübhəli yanaşdın nəsə. Aha. B3-dən C 1 artır. A2 üstəgəl B1 olur. B3 üstəgəl C2. Ha, Hı. B, B3 üstəgəl. A2 üstəgəl B1. 12 üstəgəl sama 1. B3'dəki düstur C4'ə B- köçürüldü. Düzdür. B3'dəki düstur hansıdır? A2 B1 düsturudur Çingiz. Bu Ha, C4'də necə olacaq bu düstur o zaman? B3 C2. B3 üstə gəlsin C2 olacaq, bəli. İndi B3'ün cavabı nədir? B3'ün qiyməti nədir? B3-ün qiyməti A2 Hayır, heç 12 nə istəmir ki, üstəgəl. olsa düsturu istəyir də onsuz da. Heç qiyməti istəmir ki. Ha, Düsturun onda özünü sam istəyir. A1-dən A4-ə. Yox, deyir düstur necə olacaq? Y bəndə B3 üstə gəlsin C2. Hayır, bildim B3 soruşdu. Ha, B3. C4'dəki düsturu soruşur sadəcə. Ha, onda elə bu olur da. 18. Demək, elektron cədvəl fraqmenti verilib. A2, A1, 2, B1, 3, C1, 4, D, onlar da B1, yəni 3, üstə gəlinsin C dollar 3, 2 olacaq. Bu 3 üstə 2 Birdən üstə 3. D2'dəki düstur necə olacaq? D2'dəki düstur. Gəl düsturu yazaq birinci. Nə olacaq D2'dəki düstur? Dəyanət. D1'dən D2'yə köçüb də. D1'dən D2'yə köçüb. Burada Mən onda 0'da B2, artı, burada plus 1. Hə. B1 üstə, B2 üstə B2 gəlsin C dollar 3. dollar 3 üstə gəlsin 3 olacaq. İndi bizdən hansı xananın qiymətini istəyir? D3'ü. D3 də nədir? Hansının cəmidir? D1 ilə D2'nin cəmidir də, düzdürmü? Bəli.
B1-in qiyməti nə olacaq yerinə qoyanda? B1 xanası hansıdır? 3, 3'dür. Sonra C dollar 3. Bir de 3. 3, C dollar 3 hansıdır? Hansı xanadır? 2. Qiyməti nədir? 2. 2. Üstə gəlsin İşte 3 nə oldu? 8. 8. Bu xana nə olacaq qiyməti? B2 olacaq 1. Üstə gəlinsin. C dollar 3. 2. Üstə 3. 6. D1 üstə D2 də 14. 14. 19. Demək, Kimdədir müəllim, sıra? 19-da yenə məndə Bəli. Y5 xanasında daxil edilmiş düsturu hansı xaraya köçürdükdə bizə verilən düstur alınacaq. Demək, burada sütun adı dəyişmədiyini görə, demək bu sütunumuz Y sütunu olaraq qalıbdır. Aha, Yəni cavab ya əla. D bəndidir, ya da Y bəndidir. İndi baxıram ikinci tərəfə. Dollar C9-dan dollar C12-yə gəlibdir. Demək, 9-dan 12-yə gələndə 3% artıbsa, bu o deməkdir ki, Y5-dən də 3% artan xanaya getməliyəm də B bəndi olacaq Y8. Deyir ki, Y5-dəki düsturu hansı xanaya köçürsək? Aha, deməli 3 Artacaq faiz olsun. artmaq üçün Bəli, Y8 düzdür, düzdür. tamamilə doğrudur. Hər ehtimal yoxladım ki, birdən Y5-ə köçürülmüş olar. 20-də Burada mənim G5-dən D5-ə gəlib. E, Hı. D, Y, F, 4 hərf D-dən A-ya gələcək. Birinci dəyişməyəcək mütləq. Sonra D-dən A-ya Necə de gələcək. görək necə azalma, artma verir. 4 D5-dən faiz D5-ə azalma. necə olacaq? 4 faiz azalma. 5-dən 5-ə Hı. 0-dır. G-dən D-yə Y, F, G 3 vahid kimi gəldi axı mənə. D-dən Y, F, G 3 vahid kimi oldu axı elə bil. A, B, C, D, E, F, G 3 olur. Aha. 3 vahid onda. Bəli. Burada onda D-dən 3 vahid yenə A olacaq. 4 dəyişməyəcək. Hı. Sonra Y dəyişməyəcək. 5 də olduğu kimi qalacaq. Plus 8 olacaq. D bəndə. C variantı. Düzdür. 21 Çingiz. Mən bir dənə bağışlayın, bir sual verə bilərəm. Bəli, buyur. Tutalım ki, burada xananı G-ni atanda 4 vaid atdılar. Bu xana da Yoxdur, C-dən xana elə bir başlayıb. şey. C-dən 4 vaid geriyə gedəndə onda hansı xana alınacaq? Xəta verəcək. Hə, çox Ona sağ ol. görə belə düsturu yazanda biraz fikirləşib yazırsan ki, hansı xana neçədəyim ki, orada bir problem olmasın. Yəni misallarda nəzərə alınır. Amma məsəl üçün cəm verər sizə, nə isə hesablamaq qarşıda görəsiniz. O xananın içində heç nə yoxdursa onu sıfır götürərsiniz. Elə olanda o səhv deyil. Görəcəksiniz qarşıda. Amma belə xana adı çıxmırsa, hə, o problemdir, xəta olur. 21. B Nədir variantı. sıra? Məndə B variantı. B variantı. D8-dən köçdü F-ə. Hə, B14-ə. D. F olacaq D11, dollar 6 olacaq. 12 vur 2 düzdür. 22. Demək, elektron cədvəlin D6 xanasına daxil edilmiş düstur F3 xanasına köçürülərsə düstur necə olar? 1, 2, 3 addım gedib, yəni çıxacaq 3 addım. Deməli, ona görə Addım, ilk öncə hardan burada 3 addım məsələn, gedib? Harasında 3 Necə? addım gedib? Hansında 3 addım gedib? D6-dan F3-ə. D-dən F-ə necə olur? rəqəm 3 addım gedib, hərfdə 1 addım irəli. Üstə gəl 1, Bir addım, yoxsa 2 addım? A, B, C, D, Y, F, hə, 2 addım. Orada 6 üstə nə oldu ki? Minus olmalı değildi. Hə, minus. Hə. Hı -hı. Sonra burada məsələn ilkdə B4-dən 3 addım çıxanda B1 eləyir. Ona görə məsələn C bəndi gedir, B bəndə gedir. Sonra Necə? deyirəm ki, burada ikincidə dollar B4 var. Ondan 3 çıxmalıyıq da. 3 çıxanda dollar B1 qalmalıdır. Ona görə B ilə C variantları gedir. Sıyırıq da onları.
B ilə C getdi. Aha, sildik. Sonra Başdan dəyişdi. A B5 nə olacaqdı? A nə olacaq? A C olacaq. Sonra C C dollar 2. dollar 2. A Dol- sonra. Dollar B 4'dən 3 1, dollar B1, sonra dollar C, dollar 3 öyle olduğu kimi plus 5'te olduğu kimi yazdım. Şu hansı elədi? Ha. A bənd elədi də deyəsən. A. Beraber. C1, C5 olacaq. 23. Iyirmi üç də müəllim deyim. Deyir ki, elektron cədvəldə verilmiş cədvəldə radiusu və hündürlüyü verilmiş konusun həcmini hesablamaq üçün D2 xanası necə yazılmalıdır ki, həmin düsturla D3, D4, D5 xanalarına köçürdükdə radius və hündürlüyü verilmiş digər konusun həcmi düzgün hesablansın. Bunun üçün biz belə deyim də, pi-ni sabit olaraq götürməliyik ki, məsələn, digər xanaya keçəndə dəyişməsin. Variantlarla baxsam, yəni burada pi də A2 xanasında olduğu üçün bu belə yazılmalıdır. Dollar A, dollar 2 formasında. Bu da bir A bəndində var. Yəni B-ni, C-ni çıxılan bir Yox, sən Y elə bənd. fikirləşmə, Sübhan. O dollar A yazmasa belə A dəyişməyəcək. A dollar 2 də yaza bilər məsəl üçün. A Hə, yəni xanası olsa dəyişməyəcək. Yəni elə o A fikirləşmə. xanasını dəyişməmən göndərin. Variantlarda belə yazılmış Aha. deyimlə belə yazdım. Ya Mhm. A-dır ya da ki D bəndidir. Siz Burada digər şeylərə görə baxın. Bax, burada ən vacib olan hissə nədir? R kvadratıdır. bəli, burada ona R görə A hardadır? bəndi B-dədir. olacaq. Çünki Hı. B-nin ikinci xanası bizdə hündürlüyü istədiyi üçün ona görə B-nin ikinci xanası, yəni belə deyim də bir-birinə vurulmalıdır. D bəndində o verilmədiyi üçün cavabımız A bəndi qalacaq. Variantdan D çıxsın. gedir, Y də Bəli. gedir. Bəli. Onları B onsuz da bəlkə kvadratı çıxmışıq, burada nə edir? 3-ə vurub 1-ə bölür. Baxın, burada 3-də 1-ə vurmaq nə deməkdir? Bölmək 3-ə deməkdir. eyni Düzdürmü bu şeydir şey? onsuz da, bəli. Burada nə edir? 3-də 2-yə vurur. Yox, burada da 3-ə bölür. Burada nə edir? 3-də 1-ə bölür. 3-ə vurub 1-ə bölür burada. Aha. Deməli, vurur 3-ə bölür 1-ə deyə B-də gedir. Burada 2 versiya qalır. Burada sütunumuz mütləq sabit olmalıdır. Yəni, bura A yazsaq da A3, A4, A5 kimi gedə bilər. Yəni, A-nı saxlayıb dollar 2 də verə bilərdi. Burada bunu demək istəyirəm sizə. Yəni, mütləq deyildi ki, dollar A, dollar 2 olsun. Belə də ola bilərdi. Ona görə axıra qədər diqqətlə baxın. 24. 24'te deyir elektron cədvəlin və 7 xanasına daxil edilmiş düsturu 3 xana sağa köçürdükdə hansı düstur alınır? Sağa köçürəndə sətrin qiymət dəyişməyəcək, sütun dəyişəcək. C, D, Y-yə gələcək. Ay, sağ ol. E, Hansı olacaq? Y neçə? Y 7 xanası olacaq da, düzdür? Aha. İndi A-dan gəlibsə 3 vahid A nə olacaq, D olacaq? olacaq. D D dollar olacaq. 2 olacaq. Üstə Aha. gəl dollar 5 olacaq. O da D variantıdır elə. C5 sonra nə olur? Y3 aha D10 çıxdı, düzdür. 25 Çingiz G variantı. qısa küçüklərsə hansı düstur alınır? B C plus 1 plus 7 C olacaq D. Hansı variant dedin sən? Y. Y2 D 12 düzdür. 26 Demək, elektron cədvəlin B5 xanası daxil edilmiş. Dollar C3, dollar D, dollar 5, ulduz dollar A1 çıx 3 düsturu A11 xanasına köçürdükdə, deməli B5-dən A11-ə rəqəm gedəcək plus 6, hərf gedəcək minus 1. düzdür. Deməli birincidə dollar C3 olacaq 9,
Dolar C9. Sonra D dollar 5 olacaq, C dollar 5. Çünki minus 1 idi hərflərdə. Ulduz. Sonra dollar A olduğu kimi. Sonra burada 1, 6 faiz gedəcək, olacaq 7. 3 də olduğu kimi, yəni cavab B bəndi. İbədə düzdür. 27. 27. Deyirəm müəllim. Demək burada C4 xanasındakı B3-ə köçürdüyümüz zaman, demək C4-dür. B3 olanda hər biri bir vahid azalacaq. İndi buradakı verilənə əsasən D olacaq C, dollar 22 sabit olaraq qalır. Vurulsun, dollar D sabit olaraq qalacaq, 23 bir vahid azalacaq, 22, 5-ə də dəymirik, çıx 5. Burada düzgün cavab Y bəndindədir. İbədə düzdür. 28. 28'de bir elektron cədvəlin fraqmenti verilmişdir. S3 xanasındakı düstur D1, D5 diapazonunun xanalarından birinə köçürülərkən xananın qiyməti 15-ə bərabər oldu. Düstur hansı xanaya köçürülmüşdür? C3'də A2 mütləqdir deyəm. A2'nin qiyməti 6'dır. B'də də ki Bəli, baxırıq ki, A da mütləqdir, 2 də mütləqdir deyə A2'miz mütləq olmalıdır uşaqlar. Yəni 6 var. Ha, 15 olsa 9 gəlib üstünə. bəli. 9 da B3'dədir elə. B dəyişmir deyəm. B3'dədir. Bəli, B3-də 9 var. 3-ü də dəyişməməliyik ki, çünki deyir axı ki, C3-dəki xana hara köçsə 15 olar. Bunu B3-ü D3'ə gətirməliyik ki, bura dəyişməsin ki, bunu götürə bilsin. Düzdür. 29. Yaxşı, bir söz deyim. Bu 9 burada olsaydı necə olardı? 9, bir saniyə. 9 burada olsa necə olardı? Bir vahid D2 olasaydı. Bəli. Ki bir vahid artsın. D2 olmayacaqdı. Saniyə. Bax, məsələn, B2-dədir də, düzdürmü? Bir D4 vahid götürəcəkdik ki, D4'ü götürəcəkdik ki, C3'dən D4'ə gedəndə bir vahid artsın. onda B4 olardı axı. B3'ü də bir vahid, hə, B4, hə, düz deyirsən, D2 düzdür. Doğrudur. 29. Kimdədir sıra? Məndə. B4. Nə deyir Çingiz? 14'ə bərabər oldu. İzahını da ver Çingiz. Necə oldu ki? B4 oldu. Birinci D-dən B-yə keçir, hərf 2-dən azalır. Ona görə A4 olur birinci, 7. Onda 2-yə vururuq, C4-dür. C3, C4 olmaq üçün də bir dənə çox olmalıdır, B4 olur. Yox, sən necə qərar verdin ki, o 2-dən azalıb B1, 5? Deyir, hansı xanaya köçürürsə. D3-dən B-yə keçir də, D B-yə düşür. B-yə düşəcək. Ay sağ ol. Olacaq A4. Ay sağ ol. Bu olacaq 7. Buradan da deməli nəyi götür? 2-ni götür. Düzdür. Əla. 30. Demək, elektron cədvəlin D2 xanası daxil edilmiş düstur D3 xanası köçürən zaman hansı düstur alınacaq? Rəqəm plus 1 olur. Düstur hardadır orada? Dəyənət. Yuxarıda deyə burada bərabər FX-in yanında. Bərabər A2, ulduz, dollar C, dollar 1. Aha, Deməli, düzdür dedik ki, buradadır. dəyişən D1, dəyişdən D3 bir dənədir. Rəqəm də bir dənə olacaq. Deməli, təkcə A2 dəyişəcək. Olacaq A3. O bir elə olduğu kimi, yəni C bəndi. A3 vurulsun C1. 31. Müəllim, burada Şimdi- demək deyir ki, C1-dən C3-ə diapazonu hesablayır. Yəni C1, C2, C3. Cəmin verib 15. Bir dənə başqa da verib ki, C1-dən C4-ə diapazon. Yəni C1, C2, C3, C4 cəmində verib 20. Birinci verilən 15 ilə ikinci verilən 20 arasında bir dənə C4 fərqi var. Bu da 5-ə bərabərdir. Bizə də C4-ü istəyir, cavab 5. Doğrudur. 32.
Aytac. 32-də mənim bir elektron cədvəl fraqmenti vermişdir. D1 xanasındakı düsturu D2 xanasına köçürdükdən sonra D3 xanasının alınan qiyməti müəyyən edin. D1-dəkini D2-yə köçürəndə A olduğu kimi qalacaq, dollar 2 olacaq, çıx C də olduğu kimi qalacaq, C 2 olacaq. Üstəgəl 2 olacaq. D1-dəkini D2-yə köçürəndə D3-ün qiymətini istəyir bizdə, düzdürmü? Bir dəqiqə, orası oxuya bilmirdim ona görə. Deməli, D1-dəki düsturu D2-yə köçürsək nə olacaq? Dedik A2 Dollar yenə də çıx. çıxılsın Bir vahid C2 artacaq 2. üstə gəlsin 2. Düzdür? Aha. İndi o zaman bunun qiyməti nə olacaq? Bayaq yazdığımıza Evet. oxşuyur. Bu xananın Bir qiyməti D3 nə olacaq? xanasına A2 necə qızım? A2 4 heç nə heç. A2 4-dür, C1 5-dir. C1 5-dir. 4 çıx 5 mənfi 1 üstəgəl 2 1 olacaq. D1 1-dir. D2-dəki yenə 4 çıxılsın. C2 dedikdə deyəsən 3 Ha, 1 üstəgəl 2 3 olacaq. Üstəgəl 1 4 olacaq. böyle olacaq. Düzdür. Harada qaldıq? 33-də. Çingizdə sıra. D1 xanası. Ben qiymətin dollar. C2-dəki hansı düstur Məndən olacaq? nə Çingiz. C1-dəki Hansı bir düstur artı olacaq? C1-dəki 1 olur. Yox, C1-dəki bir artısa A1 üstə gəl B3. O da Aha. 12 üstə gəl 8 20 olur. 20. Hı. A4-dəki də B4 olsa, B3 üstə gəl C2. 12 A4-dəki də 32. köçəcək B4-də Ha, olacaq nə? 32 olmuş. B3 üstə gəlinsin C2 32 B2 olur. olacaq. Aha. B4-ün qiymətini istəyir onsuz da bilsən. B3 12-dir. C2-yə də nə tapmışdın? A1 8 üstə gəlsin 12 20. 32 düzdür. Müəllim, bir də deyə bilərsən 34. modeli. Burada sadəcə olaraq dedi ki, C1-dəki C2-yə köçürdü. C1-dəki düsturu götürdük, C2-yə köçürdük, düzdürmü? Aha. Yerinə qoyduq. A1 8-dir, B3 də 12-dir, 20 oldu bunun qiyməti. A4-dəki də bu düstur köçürüldü B4-ə. Köçürdük düsturu köçürmə qaydası ilə. B3 nədir? B3 12-dir. C2 nədir? C2-də bayaq tapmışıq da 20-dir. 12 üstə gəl 20-də 32 oldu. Hə, başa düşdüm, sağ ol. 34 kimdədir sıra? Dərnəkdədir sıra məncə. Bəli. Elektron cədvəlin B3 xanasına daxil edilmiş düsturu D4 xanasına köçürürlərsə, deməli B-dən D-yə C-yə 2 dənə getdi, plus 2, 3-dən 4-ə plus 1. Harda getdi 2 dənə? Hə, B, C də düzdür. B, C-dir. Düzdür, 2-dir. Rəqəmdə bir dənə gedir. Deməli, birinci dollar C10 oldu 11. Çünki rəqəm bir dənə getmişdi. Sonra B3 olacaq D4. Sonra dolar C dolar 6 olduğu kimi qalacaq. 10 da olduğu kimi də C bəndi. B3 oldu D4. Bu da olduğu kimi qaldı. Olduğu Bəli. kimi qalacaq C bəndi. Düzdür. 35. 35-də B2-dən Y6-ya gedəndə B-dən Y-yə demək 3 vahid, 2-dən də 6-ya 4 vahid olduğu üçün C3 olacaq 3 vahid artar demək F 3 olacaq 7. D olacaq G 6 olacaq 10. B bəndi. Aha, düzdür. 36.
Kimdədir sıra? D3 xanasının qiyməti müəyyən edilir. B1, B3-ün qiyməti 6-dır. C1, C2-nin qiyməti 4-dür, 10 olacaq. D2-də A1, C2 e, Buna nə yazdın? D1-in qiyməti nə oldu dedin? D1-i demədim, mən D3 ilə hesablayıram mən. Ha. Değişsən ötürü bunları bilməlisən. Onsuz da bu D1 falan məncə. Yoxsa yox? Niyə ki, mən Yox, bilirəm lazım. D3 məsəl. Ha, tamam. Sən B1, B3-ə nə yazdın? 6, 6 düzdür. C1, C2 4, 4 düzdür. 2 A1, C2 olacaq 8, 12 vur 2, 24. Cavab 34. A1, A1, C2 olacaq 4, 5, 10, 12 vur 2, 24 düzdür. Cavab da oldu 34. Doğrudur kızım. 37. Çingiz buyur. Çingiz. Çingiz buradasan. İnternet getmişdi. Hı. Extension qiyməti A, elektron extension qiyməti A1 xanasında yazılmışdı. Bəzi düstur yazmaq lazımdır. B1 olsa. A1'e ne yazılıb Çingiz A1 xanasına? 5x böleyim. Hə, onda 5-də 1 x. Yox. A1'e ne yazılıb Çingiz? Bir də qəşəng oxu. Tələsmə. 5x bölürüm, 5x üstə gəlir 5. Yox. A1'e bir də oxu. Cümləni başdan oxu. Hə, x-dir bu. Bəli. Hə, onda O şey zaman oldu. B1'i necə yazarıq? 5-də 1. A1'e x yazılıb da A1 xanasında x-in qiyməti var. O zaman bu düsturda Ha, biz A x-ləri variantı. A1 ilə əvəz edəcəyik də sadəcə. A variantı olur. 5 vurulsun A1 bölünsün 25 A olacak. 25 vurulsun A1 plus 1. 25 vurulsun A1 plus 1. Burada ahırdadır. 25 A'dır. Düz. Doğrudur. 38. Elektron yazmanın Y1 xanasına daxil edilmiş düsturun yerinə yetirilməsi nəticəsində xananın qiymətini müəyyən edin. Sum cəmiyyətdə C1 üstə C4 olacaq. Yəni 8 üstə gəlinsin Ha, biliyorsun. Bayaq bunu dedim. Burada heç nə yoxsa bunu 0 götürün. 0 götürürük. Bəli. 8 üstə 0 elədi elə 8. A2 üstə B2. 6 üstə 2 8. Bura nə 8 elədi? C1, C4 diapazonunun cəmi neçə elədi? 8. Hə, diapazon idi, yox. Diapazon idi, hə, yadıma düşdü. 18 elədi ümumi. A2 18. B2 A2 B2 diapazonda 8 edir o elə. 18 üstə 8 26. 18'e göre 8. Yox, 28 eləyir amma Niye 28 edir? 26 edir demiştin. 18'e göre 8, 26 edir de. 2 6 hə. Beyin getdi. Aha. 39. Müəllim, burada deyir ki, DB xanasına daxil edilmiş, bir saniyə. DB xanasına daxil edilmiş düstur D2 və D3 xanalarına köçürülsə. Demək D1 D2-yə köçürülsə olacaq A2. Demək, bir də B3. Yəni sam sözünü yazmanda o olduğu kimi qalacaq. D3-ə də köçürülsə A3 və B4 olmuş olacaqdı. İndi D4 xanasına yazılsa ki, D1, D3 arasındakı diapazonun cəmi
Bizdən bunu istəyir hesablamaq. Bunun üçün biz birinci D1-i taparıq. D1 A1-lə B2. Yəni bu diapazon olmuş olacaq. Burada da 4 dənə 1 var. Yəni 4-dür qiymət. Hı. Yəni bunu silim. Sonra biz indi o birisi A2, B3. D2 deyəcək. A yəni deyəcək bunun cavabı. Bu da 2 oldu. İndi ondan sonra burada 2 olacaq. Sonra A3-dən B4-ə, A3-dən B4-ə. Bu da 3 olmuş olacaqdı bu hissə. Bunun da qiyməti 3-dür. İndi bizə D1-dən D3-ə qədər istəyir də. Yəni 4 üstə gələk, 2 üstə gələk, 3. Bu da 9 eləyəcək. Cavab D bəndi. Düzdür. 40. Elektron cədvəlin Y6 xanasına daxil edilmiş düstur hansı xanaya köçürdükdə bu şəkildə olar. C-dən B-yə gəlibsə 1 vahid artı, deməli, ya F olacaq. Dəqiq 1 vahid Y-dən D olacaq. Rəqəmdəki 3 vahid D3 olacaq. Deməli, hansına köçürürsə, bura 3 vahid azalmalıdır. Deməli, 3 olmalıdır. İkincidə dedik nə olmalıdır? C, B. 1 vahid azalmalıdır. D3. D3 dedin qızım. Bəli, mən. Düzdür, afərin. 41. Biraz uzundur. Aha. Kimdədir sıra? Çingiz. Bir də oxuyum uzun deyil. Oxu. Səsli oxu, biz də sənin səsini eşidək. Elektron cədvəl proqramında şirkətin işçilərinin cari ay üçün etdikləri satış miqdarı C sütununda, satış üçün aldıqları mükafat faizi isə D sütununda verilmişdir. Cədvəlin Y2 xanasını elə düstur yazmaq lazımdır ki, həmin düsturu Y3, Y13 diapozu xanaya köçürdükdə Sən boş ver Çingiz. Bax, fikirləş ki, Y-dən nəfər hesablayarsan. heç Bax, nə var. Y2-də, məsələn, İsmail Sayadlının alacağı mükafatı necə hesablayarsan? İsmail Sayadlıya. Necə hesablayarsan? Nə? İsmail Sayadlı yazdı və ora birinci adam. Hə. Onun aldığı bonus da, yəni Yüzə mükafat bölərəm. məbləğini necə hesablayarsan? 100-ə bölərəm. Nəyə vurarsan? Hansı xanaya vurarsan? 9500 olar da. Hə, o hansı xanadır? 100-də 1-ə vuraram da. Bildimi? Hansı xanaya vurarsan? C-ni də başa düşmürəm. C-ni də ya vurub 100-ə C-ni böləcəm. D-yə deyil də, C neçədir? Onun bir o xananın adı var da, o C1 950-ni D1 yazar. vurub 100-ə böləcəm. C1 deyil də, C1 deyil. Bax, orada da problemimiz. Bir dənə bax, qəşəng bax. Ərimə. Hə, C2. C2 C2. D2. C2-ni D2-yə vurub neçəyə böləsən deməli? 100-ə. 100-ə böləsən, düzdürmü? O Bəli. birisində nəyə vurarsan? C3-ü D3-ə vurub 100-ə böləsən. Düzdür? Deməli, burada heç biri mütləq olmamalıdır. Hamısı bir-bir sürüşməlidir. Doğrudurmu? Bəli. İndi baxaq, hansı düsturdur? C2 vur D2 böl 100. A-da belədir. B yox. B getdi. Burada vur 100'dür. C də getdi. Burada D2-ni sabit elib. Yox. Yəni, durub Sadiqin faizini tam İsmail'lə ölçməyəcək ki, hərənin öz mükafat faizi var. Bu da getdi. Y-də də düzdür. C2 vur D2. İndi keçdik ikinci hissəyə. Birinci hissəni tapdıq ki, ya A-dır, ya Y. İkinci hissəyə baxaq. Ha. İndi birində deyir sam C2'ye ki, bizə nə soruşur? İkinci hissədə nə soruşur? Onda Y variantı oldu. Bəli, çünki mükafatların cəmini istəyir. Mükafatların cəmini hesablamaq üçün. Bu hamısı bütün maaşlı falan filanla hesablayar axı bu C2-yə 12. Deməli, mükafatlar bura yazılacaqsa,
Y2, Y13'ü götürməliyik. Y bəndi. 42. Kimdədir sıra? Məndə. Deməli, deyir, uyğunluq müəyyən edin. Qarışıq istinad, dollar A7. Dollar A7, dollar da qarışığa. Biri A Bəli, olar. gedər, biri A gedər. Sonra B'də S9 var. Bu nisbi istinaddır. Aha. Sonra N dollar 8 var. Qarışıq istinad olacaq bu. Sonra dollar CS44. Bir yanlış Bunda yazılış DS var ümumiyyətlə. da, belə bir yazılış yoxdur. Hə. Sonra Y bəndində dollar AZ, dollar 44 bu mütləq istinada gedəcək. Bəli. Bir AC 2'ye 3B, bu da Hı-hı. bu bənd. %43-də. 43. Demək, elektron cədvəldə Hı-hı. B6 xanasındakı düstur yerinə yetirilsə, hansı cavab alınacaq? Demək, birinci baxırıq. B6 xanasında A1-dən C4-ə qədər. Yəni, bu diapazonda olan cəmi bizdən istəyir. Bu diapazonda olan cəmlərə də baxırıq. A-nın ikinci xanası 8-dir. Boş olan xanada 0-dır. B-nin üçüncü xanasında, əslində mənim burada düstur kimi yazılan, amma bu 6-dır da, yəni 6 qəbul olunmalıdır. Bəli, 6'dır. Bərabər eləyib 6'ya. Aha, sonra C-nin üçüncü xanası da C-nin dördüncü xanasına, yəni 5-ə bərabərdir. Yəni C xanasındakı ümumi 3 dənə 5 var. Bura 15 eləyir. Burada 15 eləyir. Burada demək 19 eləyəcək da. 30, 49. Y bəndi. Düzdür. 44. 44-də B6 xanasındakı düstur yerinə yetirilirsə, nəticədə hansı qiymət alınır? B6-da A5, C5 cəmini soruşur. A5, A1, A4-dür, 18-dir. C5, C1, C4-dür, 11-dir. 18 dəqiqə 11, 29 olacaq. Son A5, C5, A1, A4 nə oldu? 2 saniyə. 18, 15, hə, düz hesabladım. Düzdür. Düzdür. 45. Kimdədir sıra? Çingizdə. Çingiz. Ay Çingiz. Çingiz. Burada sana Çingiz. Evet, Çingiz sana. Çingiz'i burada göstərir. Çingiz səsin bağlıdır. Və internet getmişdi mən. Aç xanası 48 olacaq A1-dən C4-ə. A3 4, 6, 3, 13, 7, 8, 28, B5'in deyir ki, B5 xanasının 34, qiymətinin neçə 12 olmalıdır? olmalıdır. 6 olması üçün. 12 Aha. 12 yox, 34, 30, 14 Y variantı. Deməli, necə gəldim bura? 4 dedin ki, hara getdi bu? Neçəyə baxırdıq biz? 45. Niyə belə oldu? Hı-hı. Dedim ki 4 düzdür. A1, C4 bu hissədə düzdürmü? A1, C4 bütün buradan bura qədərki hissədir. Cəmlərini tapdın yəqin ki 10, 20, 34. 8-ə böləndə 6 düşməsi üçün 48 olmalıdır. 48-dən də 34-ü çıxdın. 14 düzdür. 46. Demək, B3 xanasına daxil edilmiş
Bu E6 xanasına köçürülüb. Deməli, nerede gedib? CD 3 dənə gedib. Hı -hı. 3 Hə, 3. plus 3, bir də ikisi də plus 3. Deməli, C dolları 3 olacaq, F dolları 3. C, D, Y, F, hə də F. Sonra ulduz olduğu kimi dollar Y 5 olacaq, 8 plus 3 olacaq. 2 də olduğu kimi Hı -hı. Y 8, Y bəndə. Düzdür. Doğru. Aha. 47. Müəllim, burada deyir ki, elektron cədvəl fraqmenti verilmişdir. C5 xanasındakı düstur A4 F5 diapazonundakı bütün xanalara köçürülərsə, hesablamalardan sonra bu diapazondakı ən kiçik ədəd alınan xananı müəyyən edin. Bunu necə tapacağıq? Bir hesablayın. Yox. Gəl görək nə deyir. Ən kiçik ədəd alınsın deyir. Düzdürmü? Ən Bəli. kiçik. Hı -hı. İndi baxaq. Bizdə deyir ki, bir saniyə. Aha. Bizdə zaten burada dollar F var. Düzdürmü? Bəli, Yəni F dollar dəyişmir. F var. Hə, F sütunundan nəsə götürəcək də. Burada F sütunundan ən kiçik xana nə olacaq? 10 olacaq. Düzdürmü? 2. Bəli. Aha. İndi baxaq ki, bu F2-dir. Buranın 2 olması üçün C5-in F2-yə 3 gəlməsi vaat geri üçün getməli. necə dəyişməlidir bura? Bura minus 3 olmalıdır. Bura necə olmalıdır? Plus 3. Plus 3 olmalıdır. Düzdürmü? O zaman biz baxaq görək hansı xana olacaq o ki, yəni belə deyək də A4 F5 diapazondakı deyir, bütün xanalara köçürülərsə. C5 xanası əgər bizdə F3 xanasından gedəcəksə, F3 xanasından bir saniyə mən də qarışdım. Təsəvvürləyim bir saniyə. Dedik ki, bura F2'dir. Düzdürmü? F2. Deməli, C5 xanası köçməlidir, olmalıdır bu F2. Daha doğrusu C5 xanası bir X xanaya köçməlidir. Nə oldu buna? Hə. C5 xanası bir X xanasına köçməlidir. Qələmə nə oldu? X xanasına köçməlidir ki, F3 olsun F2. Başa düşdünüz? Bu F3'dəki düstur olsun F2. Ki bura 10 olsun. İndi baxaq. Bu 5 qiyməti nəyə köçsə 1 vahid azalar 3 2 olar. 4-ə də. Deməli bura 4 olmalıdır. Başa düşdünüz? İndi baxaq. İkinci tərəfə baxaq. İkinci tərəfdə də yenə dollar 2. Yəni bu sıradan nəyisə götürəcək. Düzdürmü? Bu sıranın ən kiçiyi yenə 10'dur da. Doğrudur. İndi baxaq. Bu C hansı xanaya köçməlidir ki, buradakı C də F olsun. Elə F-ə köçməlidir ki, bu C də köçüb F-ə köçsün də. Başa düşdünüz? Bir də izah edeyim. Baxın uşaqlar, bax C5 hər hansı bir X xanaya köçübdür. Düzdür? XY deyək lap. XY xanasına köçüb. Məchul. Köçəndə bizə lazımdır ki, bu dollar F3 olsun. Dollar da, bura olsa dolları bu dəyişməyəcək. Dollar F2 olsun. Yəni buradan 1 çıxılsın. Buradan əgər 1 çıxılacaqsa, deməli buradan da 1 çıxılıb da. Bura nə olubdur? 4 olubdur. Düzdür? Son dəyişikliyimizi 1 vahid eləsək, burada F2-ni götürər. Ən kiçiyi götürərik. İndi baxaq, bu hissəyə baxaq. Burada hara köçübdür? Burada da köçübdür C dollar 2-yə. Yəni bura nə qoyuruq qoyaq, onsuz da bura dollar 2 olacaq. Yaxşı, bunu necə köçürək ki? Biz yenə F2-ni götürək. Yəni düsturumuz belə olsun.
Dollar F2 üstə gəlsin F dollar 2 olsun düsturumuz ki, ən kiçik qiymətimiz olsun. 10 üstə gəl 10 bərabərdir 20 olsun. İndi bu zaman biz nə edərik? F'dən C'yə nə qədərdir? D, Y, F 3'dür. Düzdürmü? Çıx 3 olub da deməli. Buranı çıx 3 qoyarıq ki, burada F 4 olsun. Bura çıxış olanda burada çıxış olacaq da. Yəni Başa sütunlara düşdün? ayrı baxacağıq, sətirlərə ayrı da belə deyək. Hə, yəni mütləqliyinə görə baxacağıq da. Hə, mütləq burada da deyə, Mən bura başa dəyişir. düşdüm. 48, haqq 48-ə. 48 mən bayaqki sual kimidir. Burada P yenə dəyişməyəcək. Burada A2 qalacaq. Mütləq qiymət olacaq. C ilə D qalır. R-dəki B2-dədir. Pierre B2 kubu deyir də, Pierre kubu. Düzdürmü? Aha, R kubu harda görürsünüz? R'in kubları. B2-də. Burada da B'nin kubu var. Burada da kubu var. Burada da kubu var. Düzdürmü? Burada kubu yoxdur. Burada da var, amma Evet. burada hamısı mütləq eləyib deyə yanlışdır. Çünki axı bu sonra B3, sonra B4, sonra B5 olmalıdır, axı dəyişməlidir. Aha, deməli bizim 3 dənə versiyamız var. İndi burada baxırıq ki, hamısında vurub nəyə? 4-ə bölüb 3-ə. A2-nin mütləq olduğu dəyişmədiyi nədir burada? C-dir. C-ni götürürük. Belə. Əgər burada A dollar 2 qoysaydı, o da düz olardı. O yoxdur. Gördünüz cavablarda. Çünki nəyə görə deyirəm, uşaqlar? Burada məsəl üçün bu düsturu köçürsək, məsələn bu düsturdu da, məsələn belə olsa A dollar 2 düsturunu köçürsək hara? Bu düsturu köçürsək, məsələn buradadır. Bura köçürsək, onsuz da B sütunudur da, ya bura köçməyəcək, bura köçəcək. Məsələn bura. Bura bu düsturu yazdıq belə. A dollar 2 vurulsun B kubu da belə yazıram bir dəfəlik. Vurulsun 4 bölünsün 3. Düzdür? İndi baxaq. Bu düstur bura yazılıbdırsa əgər B2-yə yazılıbsa B3-ə köçürülsə necə olacaq? B2-dən B3-ə köçürülsə nə olacaq? Bura dəyişməyəcək də sıfırdır. Düzdürmü? Bura bir vahid artacaq. Başa düşdünüz? Yenə nə olacaq? A2 olacaq da. Bildiniz nə demək istədiyimi? Bizim çatda sizə yoxsa kimlər başa düşdü, kimlər başa düşmədi? Başa düşdüm. 49. Kimdədir sıra? Çingiz səndəydi sıra deyəsən. Ay Çingiz. Dərs mən Çingiz deyə qaldım. Çingiz. Səs açsındır. Aha, bağlama da səs niyə bağlayırsan ki? Yaxşı. 49-a necə olacaq? Elektron cədvəlin yer çıxarmasına az düstur daxil etmək lazımdır ki, aşağıda xanım tətbiq etməklə malların indirim tətbiq edilənlər hesaplansın. Nə görsən burada Çingiz? Son hamısının cəmini düsturunu tapırıq da. Burada neyinir ümumiyyətlə? Bir cədvəli bax gör neyinir orada. Nə Görün. deyir? 0.1 elə B sıralarındakı 0.1-ə vururuq. 0.1-ə vuranda nəyə tapırsan ay Çingiz? Manata çeviririm də. Yox, hə, manata Ona- çevriləcək. Başqa nə indirsən? Ona C-yə də vururam. Ha, sayını Sonra tapmaq D-yə üçün. vururam, bölürəm 100-ə. D-yə vurdun, böldün 100-ə. Nə tapdın onda Çingiz? Baxım. Onun başlığına nə yazılıb onun başına? Y3 soruşur. Mən. Onda Nə? məndən bizə Y3 soruşur. Y3 soruşur, səndən nəyin soruşur? Malın qiymətini soruşur. D2-yə nə yazılıb Çingiz? Nəyə? D2-yə nə yazılıb Çingiz?
endirim faizi. 10 Aha. faiz. 10%-in, malın 10%-ni tapsan, D2-yə vursan, nem D3-ə vursan. D3-ə vurdum, 10%-i tapdım. Sən malın mı qiymətini tapmış olursan, yoxsa endirimin mi qiymətin? Malın. Sonra 100-ə bölürəm mən. Malın qiyməti olur. Axı 10% yazılıb endirim faizi 10%. Sən 10%-ni tapanda axı sən nəyi Hələ tapmış bölürəm olursan? ona da. Çünki nə? Bölürəm ona. Onu niyə bölürsən ki? 8000 bölürəm ona, sonra yenə ona bölürəm, vururam 5-ə. Yox, sən ona bölürəm, vururam 5-ə. 5 dənədir də. Yəni mən bura baxanda bu düsturlara belə başa düşürəm ki, bax burada yazılıb ki, B3 çıxılsın, B3 vurulsun D3 böl 100. Deyirəm ki, bu burada 10%-i tapıbdı. Bu malın endirim faizidir də 10%. Mənə 90% lazımdır. Axı malın qiyməti 90%-idir. Yəni 10% endirim var mala. Malın qiyməti deməli həmin bu qiymətin 90% olacaq. Deyirəm ki, burada 8000-lə deməli 10% çıxıbdı ki, 90% alsın. Hı? A variantı olur da. Bəli, sonra vurub sayına, sonra da vurub nəyə? A variantı olmaya da bilər. A variantı deyil. Yəni hələ burasına baxdım ben. Bu qismi düzdür. Amma burada B1-ə vurub baxıb, B1 də sabit olmadı. Hər dəfə eyni şeyə. Sonra B2-yə vursa səhv olacaq. Baxım görüm bu harda var B3. Y variantıdır. Çıxılsın B3, vurulsun B1 düzdür. Y bəndidir. Bəli. Aha. 50. Elektron cədvəlin C1 xanasına daxil edilmiş düsturu C2, C6 diapazonundakı xanalarla yanaşı D1, D6 diapazon xanalarına köçürdükdə D7 xanasının qiymətinin müəyyən edin. Deməli, dollara, dollar 7 bu olacaq 1 üstə gəlinsin B1 5 6 Dollar çox. A7 hər dəfə olacaq da, düzdürmü usta? Bəli. A7 hər dəfə olacaqsa, A7 neçədir? 1. 1. Hə, burada hər dəfə 1-in üstünə gələcək Bəli. deməli. Aha. Sonra B1 də 5 deyib, 1 üstə 5 6 vur 2 12. Düsturu C1 xanasına daxil edilmiş düsturu bu qismə gətirəndə D7-nin qiymətini istəyir. D6-ya qədərdir. Bura lazım deyil bizə. Aha. Bunda burada ikincidə olacaq onda B2 məsələn. Hə, B2 olan B1 olacaq. atacaq. B1 idi, 5 idi. Burada olacaq B2 8. Sonra 2, sonra 7, sonra 3, sonra 4. 11-ə heç baxmaq Lazım lazım deyil. deyil. Sonra onları da 2-yə vurmalıyıq. Deməli, ikinci eləyəcək 18, üçüncü eləyəcək 6, dördüncü eləyəcək 16, beşinci 8, altıncı 10. Sonra deyir, son D1, D6. Sonra Cəmin deyir ki, istəyir. D1, D6-ya köçürüləcək hələ bunlar. Mən Yanaşı. D6-ya köçürülsə deyir. Nə olacaq? Bu düstur C1 köçürülsə D1-ə məsəl üçün nə olacaq? Plus 1 olacaq. Plus 0 olacaq rəqəmlər. Hərflər plus 1. Aha. İndi o zaman nə olacaq o zaman? Burada A7 ilə A7 kimi qalacaq. Düzdürmü? 1, 1, 1, 1, 1, 1. Aha, üstə gəlinsin. Bunların qiyməti gəlinəcək üstünə. Vuracaq 2-yə. 18. Yox, birinci 12 eləmişdi. Birinci 12. 18. Yox, birinci 12 eləmişdi. 12-dir, hə, 12. İkinci 18, üçüncü 6, 16, 8, 10. Hə.
13, 19, 7, Vur ikisi də var hələ. 17, 9, 11, 26, 19 vur onda. Neyse də bunu cəmi eləyəcək uşaqlar. 38, Bunun 14, cəmi 152 eləyim onu. 52 Yalan. elədi. Mən. Hə, şey. Səbrim çatmadı. Ne hesablamağa? Elektron cədvəlin C1 xanasına daxil edilmiş düstur. Kimi sırasıdır uşaqlar? Mənimdir, Oxuyuram. mənim. Sübhan, hə, Deyim oxu, məndən. sübhan. Bəli, buyur. Siz bir dənə cədvəli yuxarıda qoyun. Şərtdə belə deyim də, kitabdan oxuyum deyim. Hə, Şərtdə şərtlə. belə deyir ki, demək, elektron cədvəlin Səsin getdi, Aha. sübhan. oxuyum əli. Hə, oxu, buyur. Demək, elektron cədvəlin C1 xanasına daxil edilmiş düstur C2, C6 belə deyim də bu xanalar Hı -hı. yanaşı bizə deyir ki, D1-dən D6-ya qədər. Yəni buradan başlasın bu 6-cı xanaya kimi hamısına belə deyək ki, tətbiq olunacaq. Daha doğrusu daxil ediləcək. D7 xanasının qiymətini müəyyən edin. D7 xanasının qiymətini tapmaq üçün də biz fikirləşirəm ki, D1-dən D6-ya kimi bütün xananın qiymətini tapıb axılda cəmləməliyik. Yəni başqa Düzdür. necə eləyə biləcəyik ki? İndi burada baxırıq. Birinci düstur nədir? Düstur C1-dən D1 xanasına keçdikdə demək, düsturumuz yuxarıda yazıram yekun düstur belə olacaq. Dollar A demək 1 olacaqdır elə olduğu kimi 1. D1-də məsələn olacaq dollar A1 vurulsun 2 üstə gəlinsin B olacaq C dollar 1. Qeyd edeyim ki, C dollar 1 dəyişməyəcək. Bütün xanalarda sabitdir. Sadəcə məsələn D2 keçəndə olacaq A2 vurulsun 2 üstə gəlinsin C dollar 1. Bu arada A-nın da qarşısında dollar olmalıdır. Məsələn, A6-cı xana deyəndə biz yazacağıq A6 vurulsun 2 üstə gəlinsin C dollar 1. Yəni biz C1 xanasını tapıb hər dəfə bu belə deyək də üstünə gələcək. Bu A1, A2, A3 də bu ardıcıllıqla yəni davam edəcək. Əla, Yəni yaxşı belə gedirsən, get. İndi bunu yazıb indi hesablamaq lazımdır. Bizə saniyə. Aha. C1-i birinci tapsaq, C1-i tapanda A1 24-dür. Bunu 2-yə vuranda 48-dir. Niyə? B1 də 0-dır. Demək C1 xanası 48-dir. Bunu bu qaydada qeyd edirəm. Hər dəfə tapdıqlarımın üstündə 48 gəncim. İndi baxıram. A1 24, 2 qatı 48, 48-in üstə 48 eləyir 96. Demək ki, Sübhan. Sübhan, bunu belə də edə bilərsən də. 1, 2, 3, 4, 5, 6. 6 vur 48. Hanı bu hara getdi qələm? 6 vur. Niyə yazmır mənim qələmi? Sübhan, yaz da bir dənə. 6 vur 48. Yazmadı qələmim nəsə. 6 6 vur vur 48. 48. Üstə gəlirsin bu biri xanaların 2 qatı. Bu xanaların qiyməti vur 2. Hansı xananın qiyməti deyirsiniz? Bu A diapazondakı xanaların cəmi. Hə, onların Vur cəminin 2. qiymətinin 2 qatı. Onda bir dənə onu hesablayayım da. Burada müsbət 7. Burada müsbət 13. 13 ilə 9-un cəmi 22. 22 ilə də 7-nin cəmi 29. 29-un da 2 qat eləyəcək demək. 58 mi eləyir? Aha. 6-nı da 48-ə bundan da 6 bizə saniyə. 50 vurulsun Bilmirəm. 6 çıxılsın 12. 288 üstə gəlinsin 58, 6, 3, 4, 346. Mən bunu həll edəndə hamısını bir-bir tapmışdım. Cavab 346-dır. Ona görə Nə Amma vaxt həll hamısı- elədin sən bunu, Sübhan? müəllim, mən elə ki siz yazırsınız. Məsələn, siz yazdıqsa mən məsələn, siz 48 yazanda mən 49 50-ni yazıram, heyl ilə. Sizdən 1-2 sual qabaqda işləyirəm. Heç nəday başını işləyirdən neyniyə? Mən Aytaç hesablayana qədər hesabı itirirəm ki, Aytaç çox sürətli hesablar. Sən Aytaçdan sonra hesablayıram. Aytaç hesablayan vaxtı ondan paralel getmirəm. Mən Sizin hal-hazırda başınız məsələn qəşəng 55-ci sualdayım.
Kimdədir sıra? Sizin baş qəşəng başdı da maşallah deyək. Kimdədir sıra? Məndə. Gəl Aytaç gəl. Hər iki şagirdlər üçün keçirilmiş 50 sualdan ibarət sınağın nəticələrinə əsasən Excel cədvəli qurulmuşdur. Cədvəldə ardıcıllıqla şagirdin tutduğu yer, onun adı və soyadı, düz yazdığı, səhv yazdığı və yazmamış olanı sayı qeyd edilib. Deyir ki, hər bir şagirdin sualların neçə faizinə doğru cavab verdiyi əks olunmalıdır sonuncu sütunda. F2-də də hansı düstur yazılmalıdır? Burada deməli 48-dir C2-də. Bu 48-i elə bir 50-yə böləcəyik, vuracağıq 100-ə. Yəni C2-ni böləcəyik. Tapazsan ki 50'nin x faizi 48 edir. Belə bir şey. 50'nin neçə faizi 48'i? Deməli Hansı C2-ni bəd edir? böləcəyik. Yəni 11 dəyişməyəcək də mütləq olaraq qalacaq. Ha, Y variantı 11-ci olacaq. sütun 11-ci dəyişməsə bəsdir. Yəni o C əhəmiyyətlidir. Əsas sətr nömrəsi olsun. Y Sətri variantı. dəyişməsin. C11 vur C2 düzdür. 7. Doğrudur. 53. Nə asan düşdü bu Çingizə. Çingiz. Ay Çingiz. 3 F onda Hə. 3'den olsa 3'ten olsa 10 Z D 4 40 tane 4 dənə. Məncə yox. Gəlin bunu izah edeyim sizə. Sayalım deyim sizə. C'dən F-ə neçə dənə sətr var, sütun var? C. Baş olur, mənim qələmim yazmır. Nə oldu mənim qələmimə ki, yazmadı? Mənim qələm niyə yazmır? İşləyir, amma yazmır. Maraqlı işdir. Hərəkət elətdir, yazmır qələm uşaqlar. Nə oldu mənim qələmimə görəsən? Nə baş verdi? Qələm niyə yazmır mən? Sübhan, mən desəm mənim yerimə yazarsan. Yazaram Zəhmət mən. olmasa. Yazaram Yaz ki sizə. Aha. C, D, Y, F. 4 dənə sütunumuz var. Y, F. Aha. 4 yaz. 4 Necə? dənə sütunumuz var. 4. Bəli. 4 dənə sütunumuz var. Aha, indi sətrimizə baxaq. Uşaqlar, sətr sayını necə tapırıq? 13 çıx 3 üstəgəl 1 ilə. Böyükdən kiçiyi çıxırsınız, üstünə 1 gəlirsiniz həmişə. 13 çıx 3, asan bir şeydir əslində. Nə oldu? 11 dənə. Yəni 11 13-cü də var axı, 11 dənə. Siyo 4 vur 11 44. Aydındır necə hesablandığı? 54'ü yazsan Çingiz. Çingiz. birden beşe 130 220 130 320 450 A1 A1 B3 200 200 450 düzdür. 55 Deməli, elektron cədvəldə B3, Y10 diapazonunda yerləşən xanaların sayı neçəyə bərabərdir? Deməli, 3 dənə B-dən Y-yə C, D, 3 dənədir. Ondan 7, Yox, harda 3 oldu? B, C, D, Y 4 C, D, dənədir. hə, B-ni də sayırıq. 4, bir də 3, 7, 3-dən 10-a qədər də 7. 10 çıx 3 üstəgəl 1. 32 eləyəcək də. 8 vur 4, 32. 10 çıx 3 hay 8. Bəli. 56. Burada demək A5-dən C5-ə qədər D5 xanasında A5-dən C5-ə qədər cəmi 16-ya bərabərdir. Yəni belə deyim də D5 xanasında 16 qiyməti var, amma A5-dən də C5-ə qədər
Diapazonların cəmi 16-dır. Bizə də deyir A5-dən D5-ə qədərini hesablayın. E, 16-nı 5-ə vuracağıq. Bunu eləyə Yox. bilmədim. Yox. Bax, sum A5, C5. D5 xanasına yazılıb ki, sum A5, C5. Ya bunu burada göstərim. Hara yazılmışdı? D5'ə. D5'ə yazılıb ki, Hə. sum A5, C5. Bax, bu hissənin qiyməti yazılıbdır. Bu hissənin qiyməti D5'ə yazılıb, düzdürmü? Hə, bildim. Məsəl Cavab üçün, 16, 16, 32 eləyəcək. bəli, Bildim. məsəl üçün burada 3, 4, məsəl üçün 7 var. Burada bunların samı yazılıbdırsa, 14. samı. Bəli, 2 qatı olacaq. Başa düşdüm. Bəli. Dəqiq yazımda bunda yazmışam. Olsun. Sunla yazmayacağım heç ki, niyə? Bir daha qəşəng görün. A5 plus B5 plus C5. Onsuz da bunların cəmidir axı bura qədər. Bunların cəmidir. İndi bizdən nə soruşur? Soruşur ki, A5, D5 cəmi. termin başına nə gəldi görəsən? Yəni sizdə çox antivirus var, MKF 1-dir, Avast 1, Total 361, 3 dənə antivirus var. Kompüterdə özümə Düzəldə baxın. bilirsən, bunu verim düzəlt. Qalmışam bu nədir? Silə bilmirəm. Başın çıxır. Lənət. Qonşu onsuzdur. Bəli, kompüterdən var. Nə? Kompüterdən var baş. Kompüterdən bəli başım çıxır, özümküdən Hədə sizə bu baxarıq. antivirusları filan silə bilərsən. Bəli. Onda sabah dərsdən gəndə filan mənə xəbər ver. Mən evdəyəm onsuz sabahlarım. Düşürdüm həyətə, sən bunları sil. Başıma oyun açır bu konkret. Hə, burada onsuz da yəni bunların cəmidir deyə qatdı qarışdı işləmir klaviaturum düzəməli. Mən Bunların nəysə, başa cəmidir deyə düşdüm. 2 qatı Müəllim, olur. başa düşdüm. Mən nəzərimdə belə tutdum A1 üstəgən A2 üstəgən A3 ona görə baxdım ki qalan xanımlar nə yazın başa düşdüm. Düzdür. İlk dəfədir keçirsiniz, nəysə başa düşməyə də bilərsiniz. Onun özünüzə şey getdi. Aha, 57. Əlbəttə, Kimləri sıra? məndə Buyur qızım. B1 xanasındakı düsturu B2 xanasından C1-dəki C2 xanasından sonra C2 xanasının hansı qiyməti alınır? B1-i B2-yə köçürəndə olacaq dollar A2 çıx 2 vur. Sonra A dollar 2 üstə gəl 2 olacaq. Yəni bir dənə dəyişən A2 olacaq da. A2 3 çıxılsın 2 vurulsun A2 çıxılsın 2 6. A2 üstə gəlsin 2. Hı. Nə olur onda Çıxılsın B2-nin 2 qiyməti? 6 mənfi 1 olur B1. A2 nə oldu? 3 çıxılsın 2 vurulsun 3 3 elədi. Mənfi 3 üstə gəlsin 2 mənfi 1 oldu. Aha, indi C2-yə bax. Sonra C2 C2-də də olacaq, dollar A2 üstə gəl B2 olacaq. A2-ni bilirsən də mənfi 1-dir. Yox, A2 nədir? A2 A2 3-dür. üçdür, Hə, A2 B1 3-dür. mənfi Bizdə mənfi 1. 2. Bəli. 58. Çingiz, qabaqçıdan Çingiz çağırın. Çingiz, Bəli. buyur 58. Bir. Sonra B olduğu kimi B3 olur. B2 olanda 15 vur 2 30. Üstə gəl B4 35. B2 vur 2. B2 nədir? 15 vur 2. 30. Üstə gəlinsin. D3-dən C2 eləyəndə B4. B4-də 10. 2 dedim 30, 10, 40. Eyni şey almadıq axı elə bil. Dollar B3.
oldu. Nə? C2-dən nəyə keçdik? D3-dən C2-yə keçdik. Hərəsi bir dənə azaldı. B amma dəyişmir. B2 vur 2 oldu. 30. C dəyişdi oldu B4. B4 nədir? 5, 35. Sən neçə aldın? 35. 35. Aha, yaxşı. 59. Demək, elephant və fraqmenti verilmişdir. Burada nədir? A3-də deyək ki, B dollar 3, yəni 12. 12 vur 2, 24. Sonra dollar deyək ki, çıxılsın 10. Belə də 14. Yazılır bu arada. Belə də 14, 54, A3-də. Bir saniyə dayanır. Burada yazır. Orada yazmır. Ben bunu bağlayayım, açım. Bir saniyə. Bir saniyə üzrü say. Məni bezdirdin. Ya belə də eləyə bilərik. Heç sənə əziyyət vermərəm. Ekran paylaşımı eləyərəm. Sən deyərsən mən silərəm. Mən silirəm normalda, amma silinmir. Aha. 59'a qalmışdıq. Ha, yazdık. Aha. Deməli, təzənləyim. A3-də deyək ki, B dollar 3. B3 12-dir. 12 vuruq 2, 24. 24-dən çıxırıq D2. D2 nədir? 10. 24-dən 10, 14. 14. Boş olan səni tapdıq. Deməli, A3 hansıda düsturudur. C2 hansı köçürdükdən sonra İkiyə keçsə, deməli, bura Alt- 2 dənə artacaq, bura bir dənə azalacaq. Aha. şimdi D3. biraz az. 2 çıx, D1. Aha. Deyir, köçdən sonra C2 hansı qiymətini müəyyən edin. Bura nə oldu? Bir dəqiqə mən də yazım. A, 8 B2. çıx 6. Sekiz çıx 6. 18 çıx 6, 12. Hə. 12 almadın ki sən? Bəli, onu çaldım. Bu düsturu yazırdım. Mən siz yazan baxmadım. Mən də kitaba yazırdım. Ona görə. O 60. 60. Baxıram mən. Demək 60-da deyir ki, cədvəl fraqmenti verilmişdir. CB xanasındakı düsturu C2 və C3 xanalarına köçürdüyümüz zaman D3 xanasının qiymətini tapın. Demək biz buna əsasən C1-i, C2-ni, C3-ü tapmalıyıq. Ondan sonra D1, D2-ni tapıb axırda cəmləməliyik. İndi baxıram. Bu C1 xanasındakı düsturu C2-yə köçürəndə olacaq demək dollar A. Bunu bir dənə ifadə edeyim də, çünki yazsam yer qalmayacaq. Demək olacaq dollar A3 üstə gəlinsin demək B olduğu kimi qalır, çünki eyni üstundur. Dollar 1 üstə yenə 2. Üçüncü xanaya da köçürdəndə sadəcə burada A elə bir ki burada A3 olur, burada da A4 olur. Bu qaydada, bu yuxarıdakindən eyni qalacaq. İndi baxıram. Demək birinci xananı hesablayayım C1-i. C1-in qiyməti olacaq A2, yəni 2 üstə gəlinsin B1. 1 üstə gəlinsin 2. Yəni 2 üstə gələk 1 üstə gələk 2. Bu eləyir 5. Sonra ikinci C2 deyirəm. Bu zaman olacaq A3, yəni 3 üstə gəlinsin. Demək B1. 1 üstə gələk 2. Bu eləyəcək 6. Və üçüncü xana A4 sıfırdır. Yəni burada verilməyibsə 0 götürəcəm da. Üstə gəliləm 1, üstə gəliləm 2. Bu da eləyir 3. İndi sonra növbəti addım. D1-i hesablayıram. A1, yəni 5 vurulsun C2 6, 30 üstə gələk 2. 32. D2-mizdə B2-dir. Yəni 6 üstə gəlinsin C3, yəni 3, 6 ilə 3-cü cəmi 9, üstə də 2 gələndə demək 12.
12. Cəmləyəndə də eləyəcək 4, 4. D3-ü bizdən istəyir, D1-dən D2-ni cəmi. Cavab 44 eləyir. 4. İndi uşaqlar rekordu saxlayıram. Bu 12 dənə qaldı. Bunu evdə yazarsınız. Elə bir şey də qalmasa hamısı asandır. Bu qalsın. Bir saniyə.